ki, bəs oğlun dünyadan köçüb, dünyasını dəyişib. Deyir, elə istədim ah çəkəm, ah çəkəndə ürəyimdə deyim, ilahi, sən istədin almaq, aldım. Mən heç nə demirəm. Mən heç nə demirəm, razıyam, vəssalam. O gündən deyir, açıldı, nə açıldı bu hikmət mənim üçün. Allahın bircə gördüyü işə razılıq göstərdim. Allah da öz razı olduğu elmi mənə verdi ki, kitabdan o elmi əldə eləmək olmazdı. Mən demirəm hamıya hikmət vermək üçün onun balasını əlindən alırlar. Yox. Bəzən o övladından keçib, bəzən bir dənə sevdiyin işdən, bir dənə. Görsən, keçirsən yerinə Allah hikmət verir insana. Nədənsə bir keçirsən, razılıqla, könül xoşluğu ilə keçirsən. Əksi də olur. Bəzən bir dənə namərd iş görürsən, Allah deyir ki, day bunu görmək istəmirəm. Haqqın cərgəsində görmək istəmirəm. O gündən görürsən ki, fikri başladı dolaşmağa. Qardaş, dünən sən başqa cür danışırdın. Bir ay keçib fikrini tamam dolaşdı. Allah deyir, mən xoşlamıram. Bu namərd adamdır. Dünən haqqın leyhinə gətirdiyi dəlili mən belə adamlar görmüşəm. Bugün həmin dəlilləri haqqın əleyhinə gətirir. Heç nə dəyişməyib. Dünən nəyə ki, haqqın leyhinə dəlil gətirirdi, həmin dəlillər indi onu haqdan azdırır. Nə oldu axı mənim fikrimcə, bəs bu mənim fikrimcə necə oldu belə? Bax, o belə oldu ki, Allahın xoşu gəlməyən bir namərd hərəkətinin nəticəsi. Belə adam əmmamədə də ola bilər, əbada da ola bilər, kostyumda da ola bilər, hər cür ola bilər.